Şəhidi diləndirirlər. Bəli, sözün əsl mənasında şəhidi bu cür diləndirirlər. Şəhid izləyicilərdən rəhmət dilənir. Şəhidin əlinə bir plakat veriblər. Plakatda yazılıb ki, kim mənə rəhmət yazar? Belə bir rəzalət, belə bir biabırçılıq. Fotonu görəndə dəhşətə gəldim. Hansı ağılla şəhidə bunu etmək olar? Nə məqsədlə edirsiniz? Belə bir foto paylaşanda daha çox sizə layiq gələcək, səhifənizin izləyiciləri artacaq. Siz heç utanırsınızmı? Ümumiyyətlə utanmağın nə olduğunu bilirsinizmi? Nə etdiyinizin fərqindəsizmi? Şəhidlər ucadan ucadır. Şəhidlər bizim başımızın tacıdır. Sizin etdiyiniz nədir? Hansı haqla şəhidə bunu edə bilərsiniz? Necə şəhidi belə kiçildə bilərsiniz? Necə şəhidi belə aciz duruma sala bilərsiniz ki, insanlardan rəhmət dilənsin? Əzizlərinizə bunu edərsinizmi? Məsələn, bu paylaşımı edən şəxs deyək ki, nənəsini, babasını itirib. Məsələn deyirəm. Nənənizin, babanızın belə bir fotosunu paylaşarsınızmı ki, insanlara desin ki, kim mənə rəhmət yazar? Və şəhid yalnız öz ailəsinin şəhidi deyil, şəhid xalqın şəhididir. Hər birimizin şəhididir. Və ümid edirəm ki, bu cür paylaşımlar silinəcəkdir və bundan sonra şəhidlə bağlı səhifələr paylaşım edəndə 100 dəfə düşünəcəklər. Bunu paylaşa bilərikmi, yoxsa yox? Və son olaraq bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.